Hər vaxtınız xeyir olsun Şinarə bəli, sizin də vurğuladığınız kimi Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 6-cı günü son günündə müzakirələr bir sıra istiqamətlərdə davam etdirilir. Elə hazırda biz olduğumuz bu panel sessiyada da bu müzakirədə də işğaldan azad olunan ərazilərimizdə görülən bərpa, quruculuq və yenidən qurma işlərindən bəhs edilir. Eyni zamanda Azərbaycan prezidentinin bir sıra istiqamətlər üzrə ərazilərimiz üzrə xüsusi nümayəndələri də burada iştirak edir və Azərbaycan prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov hazırda çıxış edir və eyni zamanda Azərbaycan Respublikası prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev də elə burada çıxış edir və az əvvəl bir video çarx yayımlandı, göstərildi və həmin video çarxda da Azərbaycanın ərazilərinin işğaldan azad olunan ərazilərimizin işğal dövründən əvvəlki görüntüləri təqdim olundu. Necə abad, necə canlı görünürdü. Amma bir də işğaldan sonraki dövrdə hansı günə qaldığı ilə bağlı, dağıntılar altında olması ilə bağlı görüntülər də yayımlandı və elə bu iki fərqli görüntü ərazilərimizin 30 illik işğal dövründə necə zorakılığa məruz qaldığının bariz göstəricisidir və indiki məqamda da elə hazırda da danışıqlar gedir, bu istiqamətdə açıqlamalar verilir. İşğaldan azad edildikdən sonra ərazilərimizdə intensiv şəkildə quruculuq işləri görüldü, quruculuq işləri aparıldı və tam müasir standartlara cavab verən müasir üslubda bərpa işləri aparılırdı və bilirik ki, Zəngilanın Ağalı kəndində ilk köçün baş verdiyi yerlərdən biridir. Eyni zamanda digər istiqamətlərdədir. Cəbrayıl, Qubadlı, Zəngilan və paralel olaraq digər Füzuli, Ağdam bu bölgələrimizdə də intensiv şəkildə quruculuq işləri aparılır. Bir zamanlar viran qalan ərazilərimizdə bugün məktəblər, bağçalar, eyni zamanda iş yerləri açılır və intensiv şəkildə də orada da hava limanlarının inşası ilə bağlı işlər də görülür. Təbii ki, bu da eləməz tranzit baxımından və paralel olaraq digər istiqamətdə turizm potensialının artırılması baxımından mühüm rol oynayır və bilirik ki, bundan əvvəlki periodda Cəbrayıl Şükürbəyli kəndinə köç baş tutdu. Mindən çox evin layihələndirilməsi üzrə işlər aparılır. Təbii ki, bununla bağlı informasiyalar da təqdim olunur. Eyni zamanda Zəngilanda tam müasir standartlara cavab verən yaşayış kompleksinin də açılışı baş tutdu. Prezident İlham Əliyev həmin əraziyə də səfər etmişdi və bu önəmlidir. Bugünkü gün bu tədbirlərin keçirilməsi, bu sessiyaların, müzakirələrin aparılması, azad olunan ərazilərimizin hansı sürətlə inkişaf etdiyinin xarici gələn qodaqlara göstərilməsi məhz elə Azərbaycanın əsas məqsədlərindən biri hesab edir. Dünya Şəhərsalma Forumunun son günündə də bu istiqamətdə işlər davam edir. Xüsusi nümayəndələr də ərazilər üzrə bu görülən işlərlə bağlı məlumatları diqqətə çatdırır. Hələlik çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Proses, müzakirələr davam edir. Ən son informasiyaları da əldə edib diqqətinizə çatdırmağa çalışacaq. Sözü yerində sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə Dünya Şəhərsalma Forumunun sonuncu günündən elə bizə son informasiyaları çatdırdığına görə